Körpü. Səndən ayrı yaşasam, bağrımın başı ağlar, Azərbaycan torpağı. Heydər baba, ildırımlar şaxanda, seller sular şaqqıldıyıb axanda, qızlar ona səx bağlayıb baxanda, salam olsun şövkətizə, elizə, mənim də bir adım gəlsin dilizə. Körpü bir taleydir, ünsiyyət yoludur. Əzəldən taley yolunda bir cığıra düşüb addımlayırıq. Rastımıza tuş gələn karvanın sırasına qoşulub irəli gedirik. Efirdə körpüdür. Salam istəkli soydaşlarımız, körpünün daimi dinləyiciləri. İstərdik hər verilişimiz sizin üçün yaddaşlarda, ən əsası isə qəlbinizdə yer alacaq bir görüş olsun. Cənubun isti, kövrək hərarətini sizə aşılamaq istərdik. Bir duyğu yarpaqlarında, şeiriyyat çələngində. Körpü əslində bir tarixdir. Dünənimiz, bugünümüz və əlbəttə ki, gələcəyimizdir. Bu tarixin ədəbiyyat səhifəsində bir imza var. Xalq şairi Balaş Azəroğlu. Körpəcə bir quşam, asiman dərin, mən o dərinliyə uçmaq istərəm. Nəğmə dəftərimin, söz dəftərimin adını vətənlə açmaq istərəm. Bu sətirlər yaradıcılığında Cənub ədəbi mühitinin mənzərəsini yaradan Balaş Azəroğlunun sinəsindən qopan vətən harayıdır. Hələ 1937-ci ildə 16 yaşında ikən yazdığı Addımlar şeirindən sətirlərdir. Əzizlərimiz, əslində etiraf edim ki, bu mövzuda danışmaq, sözün, fikrin haldan hala düşən ab-havasına, döngələrinə işıq salmaq, sizlərlə söz körpüsü qurmaq asan başa gəlmir. Bu işin öhdəsindən gələn elə sözün qüdrətidir. Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət, nə əfsanə, nə mələk, nə saray, nə səltənət, nə qədim əsrləri yada salıb ağlayan, nə ömrünü qəzələ, mərsiyyəyə bağlayan,
nə dövrün hakiminə şeir yazıb pul alan, nə cəllatlar önündə həyat üçün alçalan, nə peyman, nə saqi, nə şərab şairiyəm. Azadlığın carçısı, inqilab şairiyəm. Şair deyirdi, bu şeir mənim üçün həyat proqramımın ilk qaranquşu idi. Balaş Azəroğlu həyatının gənclik dövründən ömrünün sonuna dək taleyini sözə, şeiriyyata həsr etdi. Yaradıcılığında vətənpərvərlik mövzusu, milli azadlıq ideyaları başlıca xətt oldu. Qismətinə məşəqqətli illər də düşdü, ayrılıqlar da, vüsal da. Eyni zamanda onun siyasi lirikası da ədalətli və kəsərlidir. Həyatının ən kövrək, əvəzsiz vüsalı isə Mədinə Gülgünlə birgə ömür yolunu paylaşmaq idi. Sən gedəli neçə vaxtı? Saysam əgər zaman çatmaz, il çatmaz. Sən gedəndə çoxu dedi, getdi, daha qayıtmaz. İnanmadım. İnansaydım həsrətinə, hicranına dözməzdim. Zaman-zaman, məkan-məkan soraqlaşıb gəzməzdim. Sən gedəli neçə vaxtı? Həsrətindir, məhəbbətin, bir də mən. Gözləyirik, sən nə zaman dönərsən? Xalq yazıçısı Anar unudulmaz şair haqda deyir. Balaş Azəroğlunun tarixi xidməti Cənubi Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirməklə bərabər, Ümum Azərbaycan şeirində də mühüm və parlaq bir səhifədir. Təbrizi tez-tez yuxusunda görən Balaş müəllimlə Mədinə xanımın möhnətlərini, doğma şəhərləri, el obaları üçün nə qədər qəribsədiklərini həmişə hiss etmişəm. Karvan adlı şeirində öz niskilini dilə gətirən Balaş Azəroğlu elə həmin ildə yazırdı. Karvan cənuba gedir. Karvan bəzən vətəndən uzaqlara yol alır. Azərbaycan poeziyasında sərbəst şeirin təməlini Rəsul Rza qoyub. Amma Nazim Hikmətin sərbəst vəzində şeirlərinin poeziyamızın bu istiqamətinə böyük təsiri olub. Balaş Azəroğlunun poeziyasında şeirimizin bu xətti gözəl alınıb. Rəsul Rza, Nigar Rəfibəyli, Balaş Azəroğlu və Mədinə Gülgün. Azərbaycan poeziyasının böyük şairləri, nəhəng poeziyamızın sevgi ilə yoğrulan iki ailəsi. Qeyd edək ki, Rəsul Rzanın və Nigar xanımın böyük hörmət və rəğbəti vardı bu ailəyə. Balaş Azəroğlu ona şeir hədiyyə edən Mədinə. Böyük sevgi, böyük dastan. Ayrılıqdan betər dünyada nə var? Çiçəkləri çəkir gözün tizar. Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı
Səni bil ki bu nigar Həzin həzin yada salır neyləyim Yaz axşamı səni bil ki bu nigar Həzin həzin yada salır neyləyim Baxıb qəmgin olanda Qərənfilin gözü yaşla dolanda Yaz əmənlər saçın yolur neyləyim Qərənfilin gözü yaşla dolanda Yaz əmənlər saçın yolur neyləyim Çiçəklərin çəkir gözü intizar Ayrılığından betər dünyada nə var Çiçəklərin çəkir gözü intizar Axşamı səni bil ki bu nigar Həzin həzin yada salır neyləyim Yaz axşamı səni bil ki bu nigar Həzin həzin yada salır neyləyim Yandıqca olmusan elin ozanı, kədərin, sevincin ulduzlar sanı. Unudan deyildi Rəsul Rızanı, gözəlim, göyçəyim, gül üzüm mənim. Təbrizim, Təbrizim, Təbrizim mənim. Şair Balaş Azəroğlunun qəlbində bir arzusu vardı. O deyirdi, bir kitabımız çıxaydı kaş. Bir tərəfində mənim şeirlərim, o üzünü çevirəndə Mədinənin şeirləri olaydı. Kaş ortada gəlib qovuşaydı misralarımız. İstəkli soydaşlarımız, bugünkü körpünün də amalı, məqsədi bu oldu ki, iki böyük şairin söz dünyasını və öz dünyasını birgə xatırladıq. Bugün də bu istəyə, bu arzuya bir körpü saldıq. Mikrofon önündə sizinlə müəllif Səadət Əhməd qızı idi. Rejissor pultu arxasında isə Nailə xanım Hüseynovadır. Sağ olun, sağlıqla qalın. Ömür boyu gözümdə kan, qəlbimdə arzukan. Bu həsrəti daşıyıram, sənsiz daşıyıram. Mən bir təhər yaşayıram, sənsiz yaşayıram. Təkcə səndən yaranır
ki